Rusiya və Ukrayna tərəfi birbaşa danışıqlara prinsipə başlayıblar. Doğrudur, bu 1, 2, 3 görüşlə hesab eləmirəm ki, bu savaşda ciddi bir dönüşə və həlledici qərarlara yaxınlaşma mümkün olacaq, amma bütün hallarda danışıqların və diplomatiyanın başlanması, sürəcin başlanması müsbət hadisə kimi dəyərləndirilə bilər. Sizin də qeyd elədiyiniz kimi bu görüşlə bağlı Ukrayna tərəfindən öz mövqelərlə bağlı sızdırılan məlumatlar qarşılıq olaraq biz Rusiya tərəfinin mövqələrini tam şəkildə görmədik və Rusiya tərəfi Ukrayna tərəfinə təqdim edəcəyi memorandumu son ana qədər açıqlamadı və onu görüşlə təqdim edilməsi gözlənilirdi. Amma hər halda kulislərdən yayılan məlumatlardan biri ondan ibarətdir ki, Rusiya ənənəvi olaraq Ukraynadan yenə də iddia etdiyi 4 vilayətin ərazilərindən tamamən Ukrayna qoşunlarının çıxarılmasını istəyir. Şübhəsiz ki, Ukrayna tərəfindən məqbul və qəbul olunan məsələ deyil. Doğrudur, ilkin nəticələrlə bağlı müəyyən fikirlər səslənir və düşünürəm ki, elə bu görüşün əsas nəticəsi də məhz növbəti dəfə əsir dəyişikliklərlə bağlı məsələlərin həll olacaq. Doğrudur, burada yenə məhdud sayda əldə olan bütün əsirlərə prinsip olmayacaq. Yenə konkret saylarla əsirlərin dəyişimi həyata keçiriləcək. Nəzər alsaq ki, Ukrayna tərəfi Rusiya qarşısında məsələ qaldırır ki, Ukraynadan uğurlanmış sayılan 10 minlərlə uşaqların taleyi ilə bağlı məsələyə aydınlıq gətirilsin və onlar geri qaytarılsın. Rusiya tərəfi bunu qəti şəkildə inkar edir və bildirir ki, güya ki, onlar Ukrayna ərazisindən hansısa uşaqların Rusiya aparılması faktı onlarda yoxdur və belə bir hadisə də olmayıb. Əslində bütün dünya bilir ki, Rusiya tərəfindən bu danışılan ağ yalandır. Rusiya doğrudan da Ukrayna ərazisindən, xüsusilə də Şərqi Ukraynadan 10 minlərlə uşağı məhz Rusiyaya aparıb, onlarla demək ki, saxlandıqları yerlərlə bağlı demək bir müddət öncə də bilirsiniz ki, zaman internet resurslarında və media formatlarda onların görüntülərində belə yayılmışdır. Bir daha qeyd edilən ilkin müsbət nəticə yalnız əsirlərin dəyişməsi ilə bağlı olacaq. Çünki həm savaşın müddəti, davam etmə müddəti, onun miqyası və tərəflərin bir-birinə münasibəti bir-iki həmlə ilə tərəflərin bir masa ətrafında oturub yekun qərara gələ biləcəkləri mümkünsüz edir. Bunun ilk səbəbi ondan ibarət ki, tərəflərin mövqeləri diametral olaraq kəsin şəkildə ziddiyyət təşkil edir. Qeyd etdiyimiz kimi, Rusiya Ukrayna ərazilərini işğal etdiyi və etmədiyi əraziləri tələb edir. Ukrayna isə bu məsələni qətiyyən yaxın buraxmır və danışıqlar prosesinə çox maraqlıdır ki, gedən yolda ciddi problemlərdən biri də məhz İstanbul görüşməsi ərəfəsində və ondan sonraki dövrdə Rusiyanın Ukrayna ərazilərini kütləvi PUA və raket zərbələrinə məruz qoyması idi. O cümlədən paytaxt Kiyevin hədəfə alınması və çox saylı müxtəlif ərazilərdə dinc əhali, xüsusilə də uşaqların ölümünə səbəb olan pis zərbələrin müşahidə etdik. Və dünən Ukraynanın həyata keçirdiyi olduqca unikal və bəlkə də hər tarixinə keçəcək və uzun illər haqqında danışılacaq bir əməliyyata şahidlik etdik. Belə ki, Ukrayna kəşfiyyatı uzun hazırlıqdan sonra Rusiya ərazisində 5 strateji əhəmiyyətli aerodroma hücumlar təşkil etməklə, özdə Rusiya ərazisindən bunu etməklə bir tarix əslində yazdılar. Bir gün ərzində Rusiyanın 40-dan artıq strateji bombardımançı təyyarələri, o təyyarələr ki, ən ağır uzaq məsafələrə uçan raketləri daşımaq gücündə idi, eyni zamanda nüvə başlıqlarını daşıya bilən təyyarələr idi ki, onların 40-dan artığı məhv edildi ki, bu olduqca ağır bir zərbə idi. Ukrayna bu əməliyyatı həyata keçirməklə həm də faktiki olaraq tarixdə ikinci bir yeni modern Troya hadisəsini əslində yaşatdı. Dünya hər tarixində əslində belə bir yeni, necə deyərlər, termini də təqdim etdi. Bu əməliyyat əslində həm Rusiya tərəfinə, həm də Ukraynaya təzyiq edərək bir tərəfli qaydada Rusiya güzəştə getməyə məcbur edən tərəflərə də bir mesaj oldu əslində. Onu göstərdi ki, Ukraynanın müqavimət gücü hələ qalmaqdadır.
Ukrayna savaşı Rusiyanın şərtləri ilə bitirməklə razılaşmır, güzəştə getmək istəmir və onun potensialı kifayət qədər hələ qalmaqdadır və bu potensial hətta Rusiya ərazisində bu cür unikal əməliyyatlar keçirməyə imkan verir. Doğrudan da biz Irkutsk və Amur vilayətlərində keçirilən əməliyyatlara diqqət etdikdə bunlar Ukrayna sərhədlərindən təxminən 4300-5000 kilometr məsafələrdədir. Bu olduqca unikal bir hadisədir və Rusiyanın əslində həm də təhlükəsizliyi və hava hücumundan müdafiə sistemlərinin vəziyyəti ilə bağlı da müəyyən bir deyək ki, təsəvvürü də yaradır. Və hesab edilən ki, dünənki əslində baş verənlər Rusiyanın mövqeyində o hesablanıb ki, müəyyən korrektlər olsun, eləyəcəkmi? Danışıqlarda əlini gücləndirmək məqsədi hər halda, məhz danışıqlar ərəfəsində bunun aktivləşməsi hər halda danışıqlar masasında əlini gücləndirmək məqsədi daşıyırdı. Sizcə bu faktor yansıdı mı İstanbuldakı görüşə? Düşünmürəm. Vladimir Putinin əslində xarakteri odur ki, o, necə deyərlər, öz bildiyini etməyə çalışır və kənar iradəni və təsir qəbul etmək istəməyən bir şəxsdir. Doğrudur, dünənki hücum sarsıdıcı sayıla bilər, amma Putinin mövqeyi ilə ciddi dəyişikliklərə gətirəcəkmi, birdən-birə onu düşünmürəm. Amma zamanla bu cür hadisələr davam etsə, Rusiyanın mövqeyində müəyyən yumşalmalar ola bilər və bu yalnız Ukraynanın zərbələrindən olmayacaq. Eyni zamanda beynəlxalq təzyiq və Amerikadan elan olunan hələ də qəbul olmayan o sarsıdıcı sanksiyaların tətbiqi, bunlarla müəyyən güzəştlərə Rusiyanı gətirmək olar. Amma hazırki mərhələdə Rusiya o güzəştlərə hazır deyil, savaşı davam etdirmək istəyir və nəzərə alsaq ki, bu savaşda Rusiyanı dəstəkləyən, ona hər tərəfli yardım edən, hətta canlı qüvvə ilə yardım edən dövlətlər var və ən pisi də əslində Rusiyaya qarşı mövqe sərgiləyən və ona sanksiyalar tətbiq edən, eyni zamanda onunla həm də ticarət edib. Və Ukraynaya etdikləri yardımdan əslində 3 dəfə artıq Rusiya bu ticarətdən maddi vəsaitlər qazandıran ölkələr də var ki, bax, bu mövqelər dəyişməyənə qədər bilirsiniz, bu savaşın dayandırılması çətin olacaq. Məhz Rusiyanın enerji resurslarının ona sanksiya tətbiq edilən Avropa ölkələrinə və dünyaya satdığı enerji resurslarının dəyəri gündə hardasa aşağı yuxarı 1 milyard dollara yaxındır ki, bu Rusiya üçün olduqca ciddi bir mənbə deməkdir, savaşı davam etdirmək üçün. Amma bilirsiniz, bu da sonsuz deyil. Yəni, əgər Rusiya daxilində bu cür ağır zərbələr bundan sonra davamlı şəkildə indirilə bilsə, Rusiya daxilində də əlbət ki, yalnız xarici təsirlər deyil, eyni daxili təzyiqlər də Putinin bəlkə mövqeyində müəyyən korrektlərə getməyə məcbur edə bilər. Amma doğrusu bu da belə deyək ki, bir mənalı deyil, müəyyən qədər şübhəlidir. Çünki Putinin xarakteri bu tipli məsələləri qeyd etdiyimiz kimi qəbul etməyə hazır deyil. Oktay bəy, Ukraynanın hal-hazırda belə desək uğurlu həmlələri həyata keçirməsi və yaxud da hücum diplomatiyasına üstünlük verməsi eyni zamanda bir növ mesaj özündə ehtiva etmiş olur ki, Amerikanın dəstəyi nisbətən zəifləsə də, amma Ukrayna ordusu özünün qüdrətini yenə də göstərməkdədir, potensialını yenə də göstərməkdədir və digər mesajı da Avropa cinahına yönləndirir ki, onlar da sanki həvəsdən düşməsinlər və həm Ukraynaya dəstəyi gücləndirsən, həm də qarşılığında Rusiyaya sanksiyaları daha da intensivləşdirsinlər. Necə ki, hal-hazırda NATO zirvəsində iştirak edən Zelenski də, Ukrayna prezidenti Zelenski də elə bu məqamı dilə gətirir və Avropa dövlətlərini daha ciddi şəkildə Rusiyaya sanksiyalar tətbiq etməyə səsləyir. Əgər İstanbuldakı görüşün nəticəsi olmazsa, ki, müəyyən razılaşmalar olsa da İstanbul görüşünün bizə ciddi bir nəticəsini təəssüflər olsun ki, gözləyə bilmirik. Sizcə bu sanksiyalar intensivləşəcəkmi Avropa cinahından? İlk öncə onu qeyd edib, siz çox doğru nöqtələrə vurğu etdiniz. Mən də bayaq sətr altı ona toxundum ki, bu bir mesaj idi. Əlbəttə ki, bu mesaj yalnız Rusiya deyildi. Bu mesaj həm də qeyd etdiyimiz kimi Amerikaya və qərb dövlətlərinə idi ki, Ukraynanın döyüşmə potensialı var və Rusiya aqressiyasının qarşısında duran əsas sipər olaraq qalmaqdadır və bu əzmi də var, müəyyən potensialı da var, yetər ki, o dəstəklənsin və Rusiyaya həm Ukrayna dəstəklənsin, eyni zamanda Rusiyada təzyiqlər artırılsın. Və çox maraqlı məsələlərdən biri odur ki, əslində məlum oldu ki, Ukrayna bu əməliyyata başlamamışdan az öncə
əməliyyatla bağlı Amerika Birləşmiş Ştatlarını məlumatlandırıb və Amerikanın Müdafiə Naziri də yaxın şərqdə səfərdə olsa da bu əməliyyatı anban izləmək imkanı əldə edib. O demək ki, əslində bir formada Trump'ın Putin haqqında qəzəbli o paylaşımları ki vardı, fikirləri vardı. Bir formada sanki Amerikada o məsələyə razılıq verdi ki, Rusiyanı müəyyən qədər cəzalandır və ondan sonra danışıqlı masasına gedilsin və Amerikanın mövqeyini hesab edən ki, bu həm də hesablanmış bir məsələdir. Həm Amerikan cəmiyyətinə, həm Amerika siyasi establishmentinə və Trump administrasiyasına ki, yəni siz bizi dəstəkləsəniz, biz Rusiyanın aqressiyasının qarşısında durmaq imkanlarımız var. Və düşünürəm ki, əslində məhz dünənki əməliyyatlar bu qeyd olunan sanksiyaların qəbulunu sürətləndirə bilər. Əgər Rusiya tərəfindən adekvat addımlar atılmazsa və Amerikanın da istəkləri qəbul olunmazsa, yəni Rusiya atəşkəsə getməzsə, Amerika tərəfi fikrində və mövqeyində dəyişiklik edə bilər ki, bunun siqnalları gəlməkdədir və dünən Amerika dövlət katibi Rubio ilə Sergey Lavrov arasında telefon danışığında Rubio bir daha Rusiya tərəfinin Trump'ın təkliflərini qəbul etməyə çağırdı. Bu təklifdə əsas mahiyyət ondan ibarətdir ki, Rusiya ən azı bir aylıq atəşkəsə getsin, danışıqlar başlasın, diplomatiya işə düşsün və savaşın durdurulması ilə bağlı müzakirələr aparılsın. Hər halda görəcəyik. Amerika tərəfində də müəyyən hazırlıqlar var, amma bilirsiniz, Trump'ın özü də qeyri-adi və gözlənilməz hərəkətləri ilə təəccübləndirən bir şəxsdir. Ona görə də qəti şəkildə o fikri irəli sürmək də çətin olur ki, Amerika tərəfi qısa müddətdə bu sanksiyaları tətbiq edə bilər. Baxmayaraq ki, 81 Amerikan senatoru artıq bu qanun layihəsini dəstəkləyib və əgər doğrudan da razılıq olacaqsa, həmən qərar Senatda qəbul oluna bilər və Amerika prezidentinin onu durdurmağa imkanı da olmayacaq. Çünki təkrar Senata dönərsə, veto qoyulsa, o təkrar da qəbul oluna bilər. O baxımdan hər halda böyük ehtimalla biz sanksiyaları görə bilərik.